Salam dostlar, hər vaxtınız xeyir. Mən Asim Arifli. Bugün sizlərlə birlikdə Fez Akademinin 4-cü sinif üzrə həftəlik sınaq 3-ü işləyəcəyik. Dostlar, bildiyiniz üzrə mən riyaziyyatla maraqlanıram, Azərbaycan dili ilə maraqlanıram. Amma bugünləri sizlərlə birlikdə Azərbaycan dili ilə bağlı bir sualları həll edəcəm. Amma bundan sonra artıq təkcə riyaziyyatda vaxtımı ayıracağam. Təkcə riyaziyyatla məşğul olacağam. Sadəcə ana dilini sadəcə elə belə qoydum. Videolar qısa olur, 10 suallıq mini sınavlar, ona görə dostlar, 20 sual olsun deyə bunu elədim. Ona görə indi videoya like atıb, abunə olub, şərhlər yazmağı yaddan çıxartmayın. Ona görə indidən başlayırıq. Birinci sual. Aşağıdakı sözlərdən hansının o saytı A kimi tələffüz olunur? Ordu, ardu kimi tələffüz olunur. Ordu olduğu üçün, bu yerində torba, tarba kimi tələffüz olunur, o torba kimi tələffüz olunur. Loğva, A-la səslənmir, amma konsert deyirik. Ona görə də A kimi tələffüz olunur. Cavab olacaq A variant. İkinci sual. Nöqtənin yerinə uyğun gələn hərfi yazın. Kolbasa, kalbasa deyir. Biz burada yazılışını deyirik. Kolbasa, postalyon, kombayn. Cavabımız olacaq A variantı, bütün həmsində O hərfi. Üçüncü sualımız. Aşağıdakı sözlərdən hansının yazılışı doğrudur? Komandir yanlışdır. Çünki biz deyiləndə komandir deyirik. Amma burada bizlərə yazılışı deyirsə, burada olacaq komandir. Mübahisə, bəli, doğrudur. Nümunə, xeyr, yanlışdır. Nümunə olmalıdır. Nəqarət də yanlışdır. Nəqərət olmalıdır. Cavabımız olacaq B variant. Cümlədə səhv yazılmış sözü tapın və düzgün variantı seçin. Bağdakı bütün həşəratlar yarpaqlarda gəzirdi. Burada yanlış olan söz həşəratlardır. Həşəratlar olacaq. Həşəratlar. Cavabımız olacaq D variantı. Həşəratlar olmayacaq. Bu yanlış yazılışdır. Haşəratlar olmayacaq. Bu da yanlışdır. Həşərətlər də olmayacaq, amma həşəratlar düzgün cavabdır. Cavabımız olacaq D variant. Bəli, indi keçdik mətn suallarına. Ciddi gecikkən. Gecikkən hündürlüyü ilə digər bitkilərdən seçilirdi. Hamı onu yaxınlaşmaq istərsə də xırda tikanları ilə hər kəsi qorxudurdu. Günlərin bir günü günəş altında solmağa başlamışdı. Heç kim onun köməyinə gəlmədi. Çünki əvvəllər hamını dartıb uzaqlaşdırmışdı. Gecikkən başa düşdü ki, dostluq və yumşaqlıq daha vacibdir. Bəli, gecikkən əvvəlcə necə davranırdı? Hər kəsi sevərək qarşılayırdı. Xeyr, yanlışdır. O sonradan onu eləməyə başladı. Hamını uzaqlaşdırırdı, yarpaqlarını paylayırdı, sakitcə dayanırdı. Cavabımız olacaq B variantı. Yarpaqlarını paylamırdı. Belə bir şey mətndə keçmir. Sakitcə də dayanmırdı. Bunu sonradan eləməyə başladı. Necə davrandı? Hamını uzaqlaşdırırdı. Cavabımız olacaq B variantı. 6-cı sual. Mətnin ideyası nədir? Loqalıq faydalıdır. Xeyr, əlaqəsi bilə yoxdur. Əksinə, loqalıq heç faydalı deyil. Loqalıq etdi, sonra sonmağa başladı. Sonra heç kim onun köməyinə gəlmədi. B. Münasibətlə mehriban olmaq lazımdır. Bəli, bu ola bilər. Günəş altında bitkilər solur. Bu əslində bu doğru bir şeydir, amma mətnin ideyası deyil də bu. Tikanlı bitkilər təhlükəli. Bu da doğru bir şeydir, amma bu da mətnin ideyası deyil. Cavabımız olacaq B variant. 7-ci sual. Lovğalığı buraxan aslan yeni mətnimiz. Cəngəllik kralı aslan çox lovğalanırdı. Ovladığı heyvanları təhqir edir, özünü ən güclü hesab edirdi. Bir gün böyük fırtına başladı və ehtiyatsız davranan aslan tələyə düşdü. Ayı və pələng onu xilas etdilər. Aslan başa düşdü ki, lovğalıq heç vaxt kömək etməz və dostluq vacibdir. 7-ci sualımız. Aslan nəyə başa düşdükdən sonra davranışını dəyişdi? Ov daha asan olur. Xeyr, bu yanlış cavabdır. Dostluğun dəyərini. Meşə həmişə sakitdir. Ayı ondan güclüdür. Cavabımız olacaq B variantı. Ov daha asan olur. Bunun heç əlaqəsi də yoxdur. Meşə həmişə sakitdir. Bu da mətndə belə bir şey keçmir. Ayı ondan güclüdür. Belə bir şey də mətndə keçmir. Cavabımız olacaq B variantı. Dostluğun dəyərini bildikdən sonra artıq davranışını dəyişdi. Mətnin ideyası nədir? Lovğalığın son təhlükəli, fırtına hər zaman güclüdür, aslan dostluq etmədi.
Cəngəllik təhlükəlidir. Mətnin əsas ideyası lovğalığın sonu təhlükəlidir. Fırtın hər zaman güclüdür. Bəli, yəni bunu bilirik. Aslan dostluq etmədi. Bunu da yəni mətndə gördük. Cəngəllik təhlükəlidir. Bunu da gördük, amma lovğalığın sonu təhlükəlidir. Mətnin ideyası budur. Tənha qartal. Tənha qartal dağların ən hündür zirvəsində yaşardı. O özünü güclü və cəsur hesab edir. Digər quşlarla birlikdə uçmaq istəmirdi. Bir gün soyuq külək qəfil əsdi və qartal donmaq üzrə idi. O anda yaxınlıqdakı quşlar onu qurtardılar. Qartal başa düşdü ki, tək olmaq həmişə təhlükəli ola bilər və dostluq çox qiymətlidir. Mətnə əsasən qartalın əvvəlki davranışı necə idi? Tənha qartal dağların ən hündür. O özünü güclü və cəsur hesab edir. Digər quşlarda bir gün Bəli, cavabımız olacaq D variantı. O özünü güclü və cəsur hesab edib digər quşlarla uçmaq istəmirdi və burada deyir ki, tənhadır. Burada da deyir ki, cəsurdur. Yəni yalnız və qorxmaz. D variantı. Azərbaycan dili üzrə son sualımızdır. Sonra keçirik riyaziyyata. Mətnə görə dostluq çox qiymətlidir. Fikri hansı hadisədən çıxarılıb? Qartalın tək yaşamasından xeyir, quşların onu qurtarmasından bəli, düzgün cavab budur. Dağların hündür olmasından xeyir, qartalın güclü olmasından. Cavabımız olacaq B variantı. Mətndə də yazılıb, yəni bir gün soyuq külək qəfil əsdi və qartal donmaq üzrə idi. O anda yaxınlıqdakı quşlar onu qurtardılar. Qartal başa düşdü ki, tək olmaq həmişə təhlükəli ola bilər və dostluq çox qiymətlidir. Quşların onu qurtarmasında. İrəli 11-ci sualımız riyaziyyata keçdik. C bərabərdir 5 olarsa 1503 vurulsun C üstəgənsin 2480 ifadəsinin qiymətini hesablayın. Dostlar, C bərabərdir 5-dir. 1500, onda 1503 vurulsun C deyirsə 1503-ü 5-ə vuracaq. Bunda necə vurulur? Həmişə alt-alta vurmağınızı tövsiyə edirəm. Çünki alt-alta vuranda daha asan olur. 5-ü 3-ə vurur 5, 1 yadda 5-0-a vuranda 0-1 oradan. 5-5-in 25 2 yadda 7515. Cavabımız olacaq 7515. Amma A variantını yəni seçmirik. Üstündə də gəl 2483 deyil. Bunları da toplayırıq. 5 üstə 3 8, 1 üstə 8 9, 5 üstə 4 9, 7 üstə 2 9. 9998. Belə bir cavab var B variantında. Dostlar, daha çox belə videoların gəlməsini istəyirsənizsə, videoya like atıb kanala abunə olmağınız üçün xahiş edirəm. Çünki belə videolar sadəcə like və abunə gələndə gələ bilər. Bilirəm, yəni yay tətilidir. Yəni bir çox kişinin yəni indi bu dəqiqə həvəsi yoxdur dərs oxumağa, amma inanıram ki, məktəblər başlayanda bu videolar çoxlu izlənəcək. Yəni sizin burada haqqınız vardı, onu başa düşürəm. İndi keçək 12-ci suala. Məktəb üçün bir ilin qiyməti 726 manat olan 9 kompüter və hər birinin qiyməti 360 manat olan 14 ədəd lövhə alındı. Cəmi üçün nə qədər ödəniş edir? Məktəb üçün hər birinin qiyməti 726 ədəd olan 9 kompüter. Yəni mən burada 726-nı 9 dəfə toplamayacağım, özümü yormayacağım. 726-nı elə vuraq 9-a. 9'u vuraq 6'ya, 4, 5 yatdı, 9, 2, 3, 2 yatdı, 9, 7'də 65. İndi deməli 360 manat olanda 14 ədəd lövhə. 360'ı da vuracaq 14'də. 0, 4, 2 yatdı, 14, 0, 6, 3 deməli. 0, 4, 4, 4, 4440. 6534 üstəgəncində 4440. Cavabımız olacaq 4, 7, 9, 10, 10974. Belə cavab yoxdur. Dostlar, çaşmışam, bağışlayın. Bir dəqiqə. Bəli dostlar, çaşmışam, bağışlayın. 360'ı mən 14'ə vuranda, yəni siz burada böyük ehtimalla görmürsünüz. Mən burada vərəqli hesablayıram. Mən oradakı 6'nı 0 kimi görmüşəm, ya 0 kimi yazmışam. Ona görə bağışlayın, səhv hesablamışam. İndi 6534 da gəlsin 5040 olmalıdır. Mən 4440 yazmışam. Ona görə bağışlayın. 5040 yazır. 4, 7, 5, 11574. Belə bir cavab var D variantında. Dostlar, sizlərə belə bir şey göstərəcəm. Bu
bu videonu görməyənlər üçün gördüyünüz üzrə bizim kitabımız bu formadadır. Düzdür, mənim adım zadım bunun üstündə yazmır. Amma yenə də siz bilin ki, bu kitab bizim kitabımızdır. Bu kitabı hazırladıq dostlar. İndi bu dəqiqə bizim əlimizdədir. Yəni həm telefonda linki də var. Girib daxil ola bilirik, suallar yaza bilirik. Mən telefonda çəkəcəm bunun videolarını. Yəni orada işləyəcək sınaqlar zadı. Mən telefonda çəkəcəm. Çünki belə çəkəndə çox belə yəni model video olmayacağı üçün mən telefonda daxil olacağım. Gördüyünüz üzrə bu formadadır kitabımız. İndi keçək təzədən testimizi. Səidə fikrinə bir ədəd tutub, ədəd təsvir etmək üçün hər mərtəbədəki rəqəmin yerinə uyğun olan şəkildəki kimi fəza fiqurlarını qoydu. Hər fiqurun təpələrinin sayı uyğun mərtəbədəki rəqəmi göstərir. Bu ədədin 4 mislini tap. Bəli, cavabımız olacaq A variant. Verilmiş misalda qalıq ilə qismətin hasilini tapın. Qalıq nə idi dostlar? Qismət nə idi? Qalıq nə idi? Qismət bölmə əməlində cavabımız, bölmə əməlini işləyirik, o cavab olur, o qismət adlanır. Amma o qalıq olur, o qalıq deyilə bil, sizlərə onu izah edəcəm. Baxın indi 4375-i böldürürük 2-yə. Bölək bir dənə göstərəcəm sizlərə. 1, 8, 7. Gördüyünüz üzrə dostlar, bu nə idi? Cavabımız oldu 2187, amma elə bil o axırı 15 qaldı. 15-dən də 14 çıxdım. Orada 1 qaldı, amma o 1-in heç nə, yəni heç nə gedə bilmir o 1. Ona qalıq deyirlər dostlar. Orada sadəcə 1 olmur və bunu da izah eləmək istəyirəm ki, qalıq heç vaxt qismətdən böyük ola bilməz. Mən biraz vaxt keçsin dostlar, artıq dərsləri də keçməyə başlayacağam. Yəni elə bil, məsələn, fiqurlar haqqında dərslər keçməyə başlayacağım. Nə bilim, yəni misallar haqqında dərslər keçməyə başlayacağım. Orada da bunu izah edəcəm. Bəli, 2187-də qalıq da 1, bunu da hasilini taparaq 2187 1-ə vururuq. Elə 2187 anda C variant. 15-ci sual. Futbol stadionu 25 zoladan ibarətdir. Bunlardan 5-i 3 sıralıq, 8 sıralıq, qalanı isə 4 sıralıq yerlərdən ibarətdir. Hər sırada 18 oturacaq olarsa, stadion cəmi neçə nəfərlikdir? Bəli, cavabımız olacaq C variant. 16 verilmiş təmlin kökünü tapın. Kökü yəni burada x-i deyir. İndi onu tapaq. Bəli, bu cavabımız olacaq A variantı. Təmlin kökün yəni nə demək istəyir? Bu sağ tərəf, əvvəlcə təmlin sağ tərəfini hesablayır. 68282 üstəgəlsi 28282. Cavabımız oldu 96564. Ondan sonra da bu 3828-i onun üstünə gəlir. 100392 olur. 100392-dən də 3828-i çıxanda sağ tərəfindəki cavabı yəni əmələ gətirir. Kökü deyil, o x deməkdir. Ona görə cavabımız olacaq 100392 A variant. 17-ci sual. Məktəbdə 1-ci sinifdə 456 şagird, 2-ci sinifdə bundan 3 dəfə, 3-cü sinifdə 1-ci sinifdəkinə 6 dəfə çox şagird təhsil alır. 1-ci, 2-ci, 3-cü siniflərdə cəmi neçə şagird təhsil alır? Bəli, cavabımız olacaq C variantı. Nəyə görə? Dostlar, 456 dənə şagird 1-ci sinifdə oxuyur. Bundan 3 dəfə az. Yəni 456-nı 3-ə böləcək 152, 456 üstəgəlsin 152, 3-cü sinifdə 1-ci sinifdəkinə 6 dəfə çox. Yəni 456 da vurulsun 6, cavab olur 2736. Yəni 2736 üstə 456 üstə 152. Bunu da cavab verir 3344. İndi keçdik açıq suallara. Son 3 sualımız qalıb dostlar. Uşaq bağçasında gün ərzində orta hesabla 5 kiloqram şəkər tozu, 4 kiloqram kartof, 8 kiloqram meyvə işlənir. 80 kiloqramlıq şəkər tozu işləndiyi müddətdə neçə kiloqram kartof işlənəcək? Bəli, cavabı necə tapacaq? 5 kiloqram şəkər tozu, yəni 80-i 5-ə böləcəyik. O düşür 16. 16-nı da vuracaq 4-ə. Eləyir 64. Yəni cavabımız olacaq 64. Bəyazıq 64. 4 kiloqram, hətta daha açıq yaza bilərsiniz. Yəni 64 kiloqram kartof yazıq buraya elə. Ayda səhv yazdım deyil. Kartof. Evin döşəməsində eni 60 cm, uzunluğu 80 cm olan 240 kafe döşənmişsə, döşəmənin sahəsi neçə santimetr olur? Bəli, cavabımız olacaq 20.
20. sualımız, yani son sualımız 235 dəqiqə geri. 235 ədədi ilə bundan 3 dəfə böyük olan ədədin cəmini tapın. 235 3 dəfə böyük dedikdə, yəni dəfə deyəndə vururuq, vahid dedikdə üstə gəlir 300. Burada 3 dəfə deyirsə, yəni vururuq bunu 3-ə. 5 1 yadda, 0 1 yadda, 7. İndi deyir ki, bununla bunun cəmini tap. 705'in də canımız oldu. 705, 705'in üstüne 235'i gəlirik. 0 1 yadda, 4 9 940. Bəli, canımız olur 940. Bəli dostlar, bugünlük bu qədər idi. Yəni ümid edirəm ki, öyrənmiş ola bilərsiniz. Sağ olun, salamat qalın. Yəni dediyim kimi kitabın videosu gələcək. Oradan işləyəcək sınaqları. Yəni like atıp abone olmayı unutmayın. Şərhlər yazın. Sağ olun, salamat qalın.